Salam, hər vaxtınız xeyir olsun. Sizlərə DİM 20 sınaqdan ibarət olan suallarında sınaq 7-nin ilk hissəsini sizə izah edəcəm. Gəlin elə birinci sualdan başlayaq. Təbii ki, burada Python sualları bilirik ki, imtahanın vazgeçilməz suallarından biri Python suallarıdır. Birinci sualdan başlayaq. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. A bərabərdir 4, B bərabərdir 5. Deyir ki, C bərabərdir A plus B. 4 plus 5 mənə verdi neçə? 9. Daha sonra C-nin qiyməti 9-dur. A məndə 4-dür. Vuracam C-yə. 4 dəfə 9, 36. Bu hissəmi aldım 36. Daha sonra plus A qalıqlı bölmə C. A məndə neçədir? 4-dür. C isə 9-dur. A deməli 4-ü 9-a böləndə qalığım 4 qalacaq. Yazıram bura 4. 36 plus 4 mənə verdi neçə? 40. Bunu buradan tapdım. Sonra deyir ki, A bərabərdir B minus C. B məndə ən son 40 almışam, C isə məndə 9-dur. 40-dan çıxıram 9-unu, mənə neçəsi qaldı? Bərabərdir, yazıram bura, 31. Və ən sonda A plus B plus C-ni soruşur məndən. Deməli, A məndə ən son neçə almışam? A-ya ən son 31 almışam. Deməli, 31-in üzərinə gəlsəm, B məndə ən son 40-dır. 40-ı onun üzərinə gəlsəm, yəni 31 plus 40 mənə 71 və ən son C-yə də 9 almışam. Üzərinə 9 gəlsəm, mənə verəcək nə? 80. Bu zaman çapa nə çıxmış olacaq? 80 çıxmış olacaq. Burada cavab D variantı. Növbəti suala baxaq. Növbəti sual. Deyir ki, ixtiyari en natural ədədi üçün Python dilində tərtib olunmuş proqram nəyin çıxışa verdiyini müəyyən edin. Aha, bu tip suallarda baxıram, yəni təyinatını tapmaq məsələsidir. O zaman burada biz neyniyəcəyik? Özümüzdən bir dənə qiymət verəcəm və yoxlayacağım ki, görüm bu proqram nə işləyir. Gəlin, məsəl üçün, tutaq ki, neçə verək? Məsəl üçün, 123, məsəl üçün. Aha, 123 qiymətini verdim. Deyirəm ki, 123-ü 10-a böləndə qalığım neçə qalır? Deyirəm 3. Bəs yaxşı, 123-ü 10-a böləndə tam hissəm neçə qalır? Deyirəm 12. Deyirəm ki, 12 fərqlidirmi 0-dan? Deyirəm bəli. Deyir 12-yi 10-a böləndə qalığım elədi 2. 2 kiçikdirmi S-dən, yəni 3-dən? Deyirəm hə. Hə dediyim üçün bərabərdir. Gəlib bunu hesablayıram da. Ən son məndə 12 idi. 12-yi 10-a böləndə qalığım 2. Təzədən n bərabərdir, n bölünsün 10. Tam hissəni istəyir. Ən son məndə 12 idi. 10-a böləndə tam hissəm məndə 1 olmuş olacaq. Yenidən dövrün başına qayıdıram. Deyirəm 1 fərqlidirmi 0-dan? Deyirəm ki, bəli. O zaman 1-i 10-a böləndə qalıq 1-dir, S də ən son 2-dir. 1 kiçikdirmi 2-dən? Deyirəm, bəli. Gəlib düşürəm bura. Deyirəm ki, o zaman 1-i bölürəm qalıqlı 10-a, qalığım nə qaldı? 1 qaldı. Ən son 1 idi, 1-i 10-a böləndə tam hissəm etdi nə? 0. Deyirəm ki, 0 0-dan fərqlidirmi? Deyirəm ki, xeyr, fərqli deyil. Print S neynədir? Düşdü, deməli, çapa. S ən son neçə idi? Məndə 1 idi. Deməli, çapa 1 getdi. Mən 123 ədədi daxil etmişəm və mənə çapa 1 çıxıb. Bu deməkdir? Mən 123 daxil elədim, 1 çıxdı. Yəni, bu 123-ün sadəcə 1 hissəsi çıxdı. Yəni, 1 çıxdı çapa. Deməli, neynədim mən? 123-ün rəqəmlərinin içərisindən ən kiçiyi hansıdırsa onu çapa verdim. Gedib variantlara baxaq. Deməli, gedək variantlara baxaq. Yəni, mən nəyi tapdım? 123 daxil elədim. 123 ədədin rəqəmlərinin içərisindən ən kiçiyini çapa verdim. Gedək variantlara baxaq. Gəlirəm. Baxın, Y variantına baxın. Ən kiçik rəqəmini, bəli, 123 daxil etmişdim. Bir də getmişdi çapa. Növbəti suala baxaq. Üçüncü sualımız. Deməli, nə deyir? Deyir, Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Gəlin, baxaq.
A bərabərdir, yəni A-lar B-B-yə bərabərdir, B C-C-yə, C isə D-D-yə bərabərdir. Tamam. Deyir ki, A C-nin qiymətinə bərabərdir. C-nin qiyməti nədir? Dırnaqda D-dir. Yazıram bura. Dırnaqda D-dir. Deməli, A-nın təzə qiyməti oldu nə? D, D-dir. Daha səliqəli formada yazacağam. Deməli, burada yazıram. D, D, D. Aha. Daha sonra C isə deyir, bərabərdir B-nin qiymətinə. B-nin qiyməti də C, C, C-dir. Deməli, C-nin yeni qiyməti nəyə bərabər oldu? C, C və C-yə. Mənə deyir ki, C, C-ni çapa ver. C-nin qiyməti elə C, C, C-dir də. Çapa gedəcək C, C, C. C ilə başlamayanların hər birini silirəm. A və Y variantı getdi. Sonra deyir A-nı çapa ver. A-ya yeni qiymət nə almışam? D, D, D. Deməli C-dən sonra nə çapa gedəcək? D, D, D. Baxın B variantında var. Və B-nin qiyməti. B-nin qiyməti də heç dəyişməyib. Elə başdan C, C, C idi. Bu formada. Növbəti sualı da baxaq. Aha, nə deyir? Python dilində tərtib edilmiş proqram nəticəsini müəyyən edin. Import mass, yəni riyazi funksiya daxil ediləcək. Aha, x bərabərdir 1. Mənə deyir ki, mass SQRT bilirsiniz ki, kök 6-dır. Burada ABC isə mənfiyi müsbət edəcək, yəni modul verir. Deyir ki, SQRT x, yəni 1-dən kök al. 1-dən kök aldım, oldu 1. 5 plus 1 mənə verdi nə? 6. Baxın, buradan bura mən aldım 6. Sonra deyir ki, x 1 idi də 1 minus 4. Mənə verdi mənfi 3. ABC onu müsbət 3 etdi. Müsbət 3 deyir ki, 6-nı böl 3-ə. Baxın, sonra vuracam 3-ə. 6-yı bölürəm buradan aldığım 3-ə, müsbət 3-ə. 6-yı 3-ə böləndə eləyəcək 2. Sonra vuracam 3-ə. 3 dəfə, deməli 2 dəfə də 3, 6 qiyməti. Int y 6 qiyməti çıxdı çapa. Növbəti suala baxaq. Aha. Deyir ki, y dəyişəninin qiymətinə uyğun ifadəni müəyyən edin. Import mass, aha, verib bizə riyazi funksiyadır. X bərabər, deməli x bərabər float input. Yəni bu alacağımız, daxil edəcəyimiz ədədi biz float tipində nə edəcəyik? Almalıyıq. Yəni float tipində bizə verəcək. Aha, gəlin baxaq. Deyir ki, mass p. Bu nə deməkdir? Mass p, sonra mass SQRT verib mənə. Bildiyimiz pi, yəni necə deyim, normal pi, riyaziyyatdan bildiyimiz pi pidir. Məhz pi, yəni pi var. Pinin üzərinə deyir, gəl ki, pinin üzərinə gəl. Yazıram, baxın bura. Pi, bircə dəqiqə karandaşımı götürüm. Aha, pi, üzərinə gəlirəm. Deməli, məhz SQRT x plus 1, yəni x plus 1 kök altındadır. Kök altında x plus 1. Aha. Deyir ki, bunu böl. Bunu bölürəm. ABC, yəni modulda x kvadratına. Yazıram bura. Modulda x kvadratına. Və sonra deyir, bunu vur 4-ə. Baxın, vururam 4-ə. Всё. Görün hansı variantdadır. Təbii ki, vurma 4 gedib surətə qalxa bilər. Çünki kəsrin qabağında vurma hər hansı bir tam ədəd yazanda təbii ki, onu sürətdə yaza bilərik. Baxın, 4 vurulsun, kök altında x plus 1 bölünsün modulda x kvadratı plus pi. Görürsünüz, tamamilə A variantından eyni bir şey almışıq. Belə. Belə əziz şagirdlər, deməli, bu tip videoların daha da davamının gəlməyini istəyirsinizsə və bu sualların izahının daha da davamının gəlməyini və fərqli mövzuların, suallarının izahının gəlməyini istəyirsinizsə, rəy bölməsində bildirməyiniz kifayətdir. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşmək ümidi ilə hələlik.